Dostum, dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşrağa Buzovna yolunda Sotiyanın torpaq sahəsinin üzərində həqiqətən də gözəl həyət evimiz çıxıb satışa. İnşallah həyətin təqdimatını edəcək və həyətdə bütün meyvə ağaclarına qədər var. Həyətin inşallah təqdimatını edəcək və yaşayışlıdır, köhnə bələdiyyədir, kanallar var. Yerdən 4-5 daha şüursüdür. Sotiyanın torpaq sahəsini inşallah təqdim edəcək sizlərə. Bütün meyvə ağaclarına qədər var, fikir verin. Dən qabağa zəhmət olmasa əvvəl giriş hissəsini sizlərə göstərək, sonra evin içərisini sizlərə göstərəcək, təqdim edəcək. Bax, buradan evin arxasında göstərək həm meyvə ağaclarımız, bütün alması, armudu, alçası və s. Bax, burada da belə bir gözəl qardaş çardaq yaradıb. Kladovka kimi istifadə olmaq üçün. Və kilsə indi inşallah evi təqdim edəcək sizlərə. Bax, burada da eynən sol tərəfdə meyvə ağacları var. Buranı da göstərin zəhmət olmasa. Və oradan da evimizi göstərin. Həqiqətən də gözəl bir evdir. Allah hər kəsə qismət eləsin. İçinin gücü nəyə çatırsa odur. Sancerlər bayırdadır. Sancerlərini təqdim edəyək sizlərə. Və o hissəni də göstərəcəm oradan. Gəlin zəhmət olmasa buranı təqdim edəyək. Evdə istilik kombidir. Bax, burada belə bir zalı var. Aboya ehtiyac var. Aboya vurmaq ehtiyac var. Burada bir otaqdır. Əşyaların da ola bilər ki, cüzi bir hissəsi qalacaq. Burada da bir otaq var. Siz o bir otaqları göstərir, sonra buranı təzdən ilə təqdim edərik. Buradakı otağı təqdim edək zəhmət olmasa. Balaca bir otaq, uşaq otağı nəzərdə tutulub. Buranı təqdim edin. Bax, buradan mətbəxi də təqdim edək, mətbəximizi də göstərək. Otağı təqdim edin. Və mətbəximizi göstərin inşallah. Və gəlin bu otağı da göstərək. Burada da bir otağımız var. Bu böyük otaqdır, yəni kiçik otaq deyil. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi